uşaqlar başlayırıq 57-ci sualda. Burada çarpaz vurursunuz. Olacaq 15x bərabərdir 5 vurulsun 21. 5 ilə 15 gedir 3 qalır. 3x 21. X alıram 7. Cavab olacaq C variantı. 58'də. Bunu verib 22. Buranı verib 28. Bura alfa desəz, bura olacaq 2 alfa. Daxildəki 3 bucağın cəmi bərabərdir xaricdəki bucağa, yəni 2 alfaya. Alfa bərabərdir 22 ilə 28-in cəmi 50. Üzərində də deyirsəm, məsələn, tutacaq variantı. X-in yerinə -5 qoyuram. Üstünə 6 gələndə 16 alınır. Deməli üzərindədir. Amma məsələn D-ni qoysaz, -8 üstəcək 6 -2 eləyəcək. O da D variantı ödənmir. Deməli bununla bunu qruplaşdırıram. M-i çıxardıram. Bu bir ikisindən də 5'i çıxardıram. Aşağıda vuruqlar ayırırım. Koroğlu dayanacağı. Vagonları terk ederken Yukarıdan emtixanı çıxardacağım. Unutmayın. Koroğlu stop. Please make sure you take all your belongings with you when you leave the train. Bunlar İhtiyaç ready. olun. Kapılar bağlanır. Növbəti dayanacaq Bakı xanım. Please be Cavab careful. olacaq B The doors variantı. are closing. The next stop is Bakı xanım. Əvvəl 6 ilə 14 gedir 4 qalır. Bu isə 20 çıxarılır -30'dur. Buna da bu gedir aşağıdakı. 4'ü 2'ye bölüm. 2. Toplayanda y-lər gedir. 3x 6 x 2'dir. Y variantı əlavə edib 2 yazmayız. N-ni 40% azaltdıqda %60. Uzunluğun 20% azaltdıqda %80. Vur 100 çıx 100. Yaşlılara, hamilə qadınlara və uşaqlı təbii. 48 çıx 100 -52. 52% azalar deməkdir. Perimetr 4'a. 4 vur 12 48. Deməli 3'e bölürəm. 2 ilə 2'ni toplayıram 4. Buranı verib 25 dərəcə. Bura 90-sı, burada 90. 90'ın 25'i çıxıram. 65. Burada x üstəcək y çıxardıram. Qalacaq S çıxılsın D. D variantı. Deməli belə. Sadədir də olmasın. Sadə 2'dir, 3'dür, 5'də 7'dir. 10 ədəddən 4. 5'də 2. Kubun həcmi A kubudur. T'ni 2 dəfə azaldıqda 2'nin kuba yüksəldirsə 8 dəfə azalır. 36 18'e bölünür. Deməli 2 bölü 36'dır. 10 11'də ardıcıl ədədlər, yəni qarşılıqlı sadədir. Əbu onda 1'dir. 36 ilə 1'in cəmi 37. Aynen B'nin kəsişməsi 1, 2, 5'dir. C'ni çıxıramsa C'də 1 var. Çıxdım yerdə qalacaq 2, 5 D variantı. A, B ədədi 10 üstəcəl B idi. Bu da 15 üstəcəl A. Biri çıxardıram. Bundan gedir 8. B 7'dir. A da 9. A bədədə olacaq 97. Mötəzənin içini 2'ye vurub açıram. Bu da düzdür.
Onun kvadratı 100. Növbəti stansiya Baxır 74-ə. Be careful. The door Hər ikisi bərabər tərəflədirsə, deməli bunlar oxşardır. Yaxşı öz uzaqlarda sahə 16 dəfə böyütsə, perimetr 4 dəfə böyük olmuş olur. Yəni ABC-nin perimetri 9-sa, bunun perimetri 9-u 4-ə vuracam 36-dır. Tərəfini istəyir, uzanın tərəfini tapanda 3-ə bölürəm 12-dir. Mənfi 8, 8. Bir-birinizə qarşı diqqətli olun. Əlillərə, yaşlılara, hamilə qadınlara və Bu birisi də deyir, kardinal başlanğıcındadır. Dear passengers, be considerate of each other. Give your seats to passengers with disabilities, the elderly, pregnant women, and those Bura traveling olacaq with children. 8, burada olacaq 8. Kvadrat A kvadratıdır. 64, bəli. Deməli, 6 sizdə 2 3-dür. Məsələn, 1-6-da göstərə bilərsiniz. 1-6 göstərsəz, onda Y vur Z-də atıram. 1 vur 18 olacaq, məsələn. Versiyalar sınıqda. Birinci versiya. X2, Y3-dür. Onda Z olur sizdə 6. İkinci versiya. X3, Y2-dir. Onda Z olur 9. Üçüncü versiya. 6-nı 1 vur 6 kimi yazmaq. Onda X1-dir, Y6-dır, Z-də 3-dür. Dördüncü versiya. Deməli, 6-1 yazmaq. X6-dır, Y1-dir, Z-də 18. Ən balaca versiya budur. Cavab 10-dur. Yuxarıda bunların hasilini tapırıq. Bunlar gedir. 10. Sabunçu dəmir yolu vağzalı. Yuxarıda 25 çıxılsın 24. 0,1. Ehtiyatlı olun. Qapılar bağlanır. Növbəti 78. qayada Zabrat 1. Deyir ki, işdə 50 kilogram qənd var. The doors are closing. The next stop is Birinci Zabrat yeşik, 1. ikinci yeşik. Hörmətli sərnişinlər. Hər gün birinci yeşikdən 3 kilogram, ikinci yeşikdən 2 kilogram qənd götürdülər. 6 gündən sonra bərabər miqdarda qaldı, qənd qaldı. Deməli, buna deyək X, buna deyək Y. Düzdürmü? Bundan 3 kilogram götürürəm, eyni miqdarda çıx 3K deyirəm. Bundan da 2K götürürəm. 6 gündən sonra deyirsə, deməli 6-ya vura bilərəm. K-nı konkret verib. 18, burada 12. 3-ü də 6-ya vurdum, 2-ni də 6-ya vurdum. Bərabər miqdarda qabsa bərabərləşdirirəm. X sıx Y 6 olacaq. Cəmidə 50 idi. 2x 56, x alam 28. O birisi de olacaq 22. Birinci yeşil istəyirdi 28. 79'a baxaq. Deyir satıcı şarın birini 12 qəpiyə alıb 15 qəpiyə satır. Satış zamanı 5 şar partlamışdı. O bütün şarların algı satqısının 6 manatdan çox gəlir əldə edərsə, ən az neçə şar alıb satmışdır. Deməli, 12 qəpiyə alıbsa aldığı qiymət olsun 12x. Düzdürmü? Satdığı qiymətdə olur 15x. Və 5 şar partlayıb, onda bunun elə bir ki, aldığı maya qiyməti zərərə getmiş olur da, düzdürmü? Onda 12-ni 5-ə vururam. 60 manata zərərə gedib. 15x-dən çıxıram. 12x çıx 60.
15x'dən çıxıram 12x'də bizə zərərimi 60. Bir 6 manatdan çox olsun. Bu qəpiklə hesablanıb. Ona görə 600 yazıram. 3x böyüdü 660. X də böyüdü 220. X böyüdü 220. 220'den böyük 221. Seksende. Deyir düz bucaqlı 3 bucağım. Buradan yazalım. PDF-i bütöv atmaq istəyirəm sonra görə. Katetlərindən biri digərinin 2 cm böyüdü. Birini x deyirəm, birini x tutacaq 2. Betonzundan 2 cm kiçikdir. Onda bu da olacaq x tutacaq 4. Fagor. Bunun kvadratı. Bunun kvadratı yüzəldirəm. Burada. Kvadratın biricidir. Toplayanda 4. Vuranda -12. Olacaq 6 ilə -2. Götürəcək 6. Betonuzda 6 üstəgəl 4, 10. Və sonunda 81. B-sə qövsü yarım çevrədir. 2 piyer yox, piyer götürürük. Onda R4'dür. Burada 4'dür, burada 4'dür. A10'u verib 6. Bu yuxarıdakı 3 bucağın sayısı 2'də 1 AH-dır. Tərəf 8'dir, hündürlükdə 6. Aldım 24. Buranın sayısını 24. Bu birisi də yarım dairədir. Pi r kvadrat bölü 2. Pi vurulsun. 4'ün kvadratı 16 bölü 2. Alıram 8 pi. Cavabı 8 pi üstəgəl 24.